وأشهد أن لا إله إلا الله وحده لا شريك له ويتولى الصالحين وأشهد أن محمدا عبده ورسوله وصلى الله عليه وسلم صلاة وسلاما دائمين متلازمين إلى يوم الدين اللهم انفعني بما علمتني وعلمني ما ينفعني وزدني علما. Deyir ki, şeyx bab açmışdı ki, fəhədəl etiqadu firqatun nəciyə əl-mənsura. Hansı ki, deyir, bu etiqad nicat tapanı və kömək olmuş və ya kömək göstərilmiş bir firqədir. Qiyamət saatına qədər nədir? Davam edəcək. O da kimdə? Əhl-i sünnə vəl-cəmaə. Sonra deyir ki, etiqad nədir? Etiqad hansı ki, bir insanın belə desə, bağlandığı bir şey. Yəni, düyün olduğu, lüğət istilahi mənası nədir? Bağlandığı. Yəni, zahiri ibadətdə və ya batini ibadətdə bağlandığı bir qüvvə. Biz dedik ki, hər kəs nədir? Bağlana bilir. Və səhih etiqad, kimsə taparsa da onu, artıq nicat tapan da nə olacaqdır? O şəxs olacaqdır. Sonra şeyx Nəciyə dedikdə, nicat tapan dedikdə, əsasən nə qəsd olunur? Keçən dərs vurğuladıq ki, nicat tapmaq hansı ki, artıq birinci bütün firqələrdən uzaq olub və əhl-i sünnə vəl-cəmaət ol, sələf-i salih olsan və ayı-samsır nicat tapırsan. Bununla bitirmi? Şeyx gətirir ki, Şeyx Səmi Rahiməhullah gətirir ki, ən-nəciyə dedikdə, nicat tapmaq dedikdə, nəciyyətun fid-dünya minəl-bidə'i səlamətun minhə və nəciyyətun fil-əxirə minən-nər. Yəni, dünyada nicat tapmaq var, bir də nədir? Öldükdən sonra. Burada nicat əsas qəsd ondan nədir? Hər ikisi də. Sual çıxa bilər ki, yaxşı, dünyada nədən nicat tapacaq ki bu? Əsasən, insan nicat tapır, nə üçün? Ahirətinin salamat olması üçün, elə deyilmi? Ahirət salamat olduğu halda insan nədir? Nicat tapır və cənnətini qazanır. Ən böyük nicat da nədir? Budur. Lakin deyir, o nicatdir, o nədir? Bu dünyada bidətdən tamamilə nicat tapır, bidətlərə düşmür, bidətdən uzaq olur, ahirətdə də istədiyi cəhənnəmdən qurtarır. Və ona görə deyir, nicat tapan firqə budur. Ki, bütün nədir? Dünyada nə qədər ki, bidət əhli var, bidət var, ondan uzaqdır. Ona görə də əhl-i sünnə vəl-cəmaə və ya sələf-i salih nicat tapan firqə 2 dəfə seçilir. Bir seçilib, iman verilir və bir də seçilir bidətçilərin içindən nicat tapan olur. Ona görə insan Allaha nə qədər şükür etsə ki, bu haqq yolda olduğu üçün azdır. Nə qədər tərifləsə azdır, Allah Subhanahu wa Taala özünü təriflədiyi kimdir. Ona görə Şeyx Səmi Rahiməhullah gətirir ki, əgər sən nicat tapırsansa da, nicat tapan firqədənsənsə, əhl-i sünnə vəl-cəmaətsənsə, demək 2 dəfə neynisən? Təmizlənsən. Həm dünyada bidətdən uzaq olsan, həm də ahirətdə cəhənnəmdən uzaq olursan və ya qurtulursan. O güzel ki, Nəbi s.ə.v qadı vəstərəqa, vəstəfrəqa sözcəsi və yaxud da istəftəraq hədihil ümmə alə 70 firqətən. Yəni, burada çox mənacıdır. Sətəftəriq də ola bilər, istəftəriq də ola bilər. Əsas nədir? Hədisdə gələn sətəftəriqdir. Sətəftəriq hədihil ümmə alə 73 firqətən. Deyir ki, ümmət 73 firqəyə bölünəcəkdir. Kulluhunlar illə vahdə. Hər bir cəhənnəmdədir, birindən başqa. Deyirlər, ey Allahın Rasulü hansıdır? Məkən alə mitlə mə ənə aleyhi və əshabi. Bir variantda belə gəlibdir. Və mən hansı ki, mənim misalda olan, mislimdə olan dedikdə, yəni ki, və o misala, ona tabi olan sahabələrim. Mən və ona tabi olan sahabələrim. Əsasən nədir? Mənaca budur. Bir variantda da gəlir ki, hansı cəmaat halında olan. Buradan da
firqələrdən danışdıqda biraz toxunaq. Firqələr ən böyük tarix boyu fitnə qatışdıran əsasən rafizlərdir, xavarişlərdir. Bunlar böyük nədir? İslam'a zərbə vuranlardır. Hətta İbn Teymiyyə rahiməhullah gətirir ki, o yerdə ki, firqələrdən xavarişlər varsa, orada sələflər məzlum durumunda olur, deyir. Daim deyir, zülm içərisində olur. Və o yerdə ki, rafizlər var, daim yahudilərlə və başqalarıyla müharibələr olur. Çünki həmişə onlar tərəfə neyinifdir, yıxılıblar. Və buradan da gətirir ki, ona görə də rafizilərin əsli yahudilərdən kim idi? Abdullah ibn Səbadan. Sufilərin də əsli nəsranilərdən başlayıbdır. Onlardan götürülmədi. Demək, yoxsa əksər şey onlardan nədir? Götürülmədi, mövludunu deyim və sər və iləx. Və ona görə bu cür firqələr nicat tapan firqələr deyil. Və buradan da deyir, baxsan ki, Peyğəmbər s.ə.v deyir ki, sətəftəriqu alə həzil ümmə sələsə və səbə'inə firqatan kulluhun nər illə vəhdə. Qalu ya Rasulullah və mə hiyə? Qalə əl-cəmaə. Bir hədisdə gəlir, mə kənə alə mithli mə ənə aleyhi və əshabi. Mən, hansı ki deyir və deyir, mənim səhabələrim. Deyir, yaxşı, bu 73 firqə cəhənnəmdə əbədidirmi? Sual çıxır. Zahirən hədisi götürən xavarişlər deyir ki, əbədidir. Amma buradan nədir? Bir əz Allah Subhanahu və Teala kiməsə fəhim verirsə, düzgün anlama qaydası verirsə, onu dində nə edir? Fəqih edir. Mən yuridilləh bi xeyran yufəqqihuhu fid-din. Kimə Allah Subhanahu və Teala xeyir istəsə, onun dində nə edir? Fəqih edir. Bax, buradan çıxan istinbata bax. Peyğəmbər s.ə.v hansı ümmətə işarə elədi? İslam, mənim ümmətim 73. Peyğəmbər s.ə.v hansı ki xitab etdiyi ümmət ki bölünür, hansı kimin ümmətidir? Öz ümmətidir. Öz ümməti kafir olub əbədi cəhənnəmdə qala bilərmi? Sadəcə öz ümməti dedikdə, mənim ümmətim deyir, demək burada əbədilik nə inir? Qalxır. Aydın oldu, yəni burada çətinlə bir şey yoxdur anlamamaq. Yəni ki, mənim ümmətim deyəndə artıq oradan nə inilir? Əbədilik nədir? Qalxır. Lakin etdikləri bidətə görə, etdikləri xətaya görə nə inəcəkdir? Cəhənnəmdə yəni yanacaqlar. Sonra gətirir ki, və huvə nəcib minəl bidə. O deyir, bu hədis bəyan edir ki, fəmən kənə alə mitlə aleyhi Nəbi s.ə.v və əshabi, kim deyir, Peyğəmbər s.ə.v tabi olur və deyir, hansı ki onun sahabələrinə, və huvə min nəcib minəl bidə. O deyir, bidətdən deyir, nədir? Nicat tapacaqdır. Və qulühə finnər illə vəhdə. Hər bir cəhənnəm də birindən başqa dedikdə ki, o da deyir, cəhənnəmdən qurtaracaqdır. Yəni, artıq deyir, bu dünyada, baxın, bu hamısı ardıcı. Sadəcə fəhm lazım başlasın. Mənim ümmətim 73 firqəyə bölünəcək. Hamısı cəhənnəmdədir, birindən başqa. Hamısı cəhənnəmdə olanlar deyir, hansıdır? Çünki bu dünyada bidətdən nicat tapa bilməyiblər, ona görə. Biz deyirik ki, nicat tapan iki yerdə də nə nicat tapır. Birinci, bu dünyada bidətdən, ahirətdə isə cəhənnəmdə, elə deyilmi? Əgər bu dünyada bidətdən nicat tapmayan, demək, onun ikinci hissəsi olan cəhənnəmdə də nicat tapa bilmir. Basit bidətlərdən məsələ getmir. Biz bilirik ki, bidət neçə qismə bölünür? 2. Bidətul munkariyyə, münkər bidət və bidətul basit. Bir də nədir? Basit, yüngül bidət. Munkariyyə deyəndə qayıdır hansı hədisə? Peyğəmbər s.ə.v buyurur, kullu bid'atin dalalə və kullu dalalətin finnər. Hər bidət cəhənnəmdir, zalalətdir. Hər zalalət nədir? Cəhənnəmdir, oddur. Yaxşı, biri məsələn deyək ki, təşəhhüddə barmağı tərpətmədi. Bidət elədi. Elə deyilmi?
Və yaxud da hər hansı bir bidət elə, o qədər bidət, o nədir? Düşür cəhənnəmə? Xeyr. Demək, artıq nədir? Burada bölünür. Münkər bidət nədir? Hansı ki, şirkə nə eləyir? Addımlayır. Şirkə nədir? Addımlayır artıq. Hər bidət zalalət deyəndə artıq bu nədir? Burada hər an küfür var, şirk var və böyük asiliklər var. Böyük asilik. Məsələn, biri deyir ki, ya Rəbbim, Frankəsin üzünün nurunun suyuna və s. və iləx, mən bu işimi gör. Əslən, bu nədir? Bidətül münkəriyyə, münkər bidətdir. Münkər bidətdir. Niyə? Az bilə, o sızıntı nəyə bənzəyir? Hər an nə edə bilər? Bir dənə kəlmə. Söndü ki, ona görə bağışla. Düşdü mü şirkə? Demək, bu münkər bidətdir. Hər an nədir? Düşə bilərsən. İbn Qeym Rahiməhullah gətirir ki, gör nəyə misal gətirir? Bu deyir, südün süzüntüsünə bənzəyir. Südü heyvandan, inəkdən deyə sağanda, onu bilirsiniz, o elə yollarından gəlir ki, bir an tərpənsə qan qarışar. Bir an. Yəni, belə deyək, süd gəlir, oranı kəs, oradan süd çıxacaq qan. Yəni, hər an nə edə bilər, qarışa bilər, çox belə incə bir yerlə gəlir. Yəni, ona görə ki, münkəriyyə dedikdə, yəni sadəcə bunu başa salmaq istəyirəm ki, münkər bidət dedikdə, hər an nə edə bilərsən, şirkə düşə bilərsən. Və ona görə sən bu münkər bidətdən qurtulmalısan, nicat tapmalısan ki, cəhənnəmdən də nə edəsən, qurtarasan. Ona görə də bidət məsələsinə hər bidət cəhənnəmdir dedikdə, məsələn, düzgün anlamaq lazımdır. Hansı bidət? Hansı bidət? Ona görə də zahirən bunu xavarişlər götürdü, hər bidət edənə, hər asilik edənə və ya hər fisk etdikdə, fasiqlik edənə nədir? Kafir dedilər. Dediksə cəhənnəm əhlidir. Əbəd dedi. Deyəndə ki, firqə, firqə, Peyğəmbər deyir, 73 firqə bölündü, cəhənnəm əbədidir, getdi. Neynirlər? Damağa vururlar. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə bidətçi var idi mi? Dedi, ey Məhəmməd, adil ol. Peyğəmbər nə dedi ona? Dedi, əbədi cəhənnəmlikdir. Xeyr. Sadəcə nə dedi? Yəmruqunə miyyəddini kəmə yəmruq səhmi minər-ramiyyə. Onlar dindən çıxdılar, o yaydan çıxdığı kimi, və yaxud da o kamandan çıxdığı kimi. Vahum kilə bunlar, onlar nədir? Cəhənnəm köpəklər edirlər. Belə bir gətirdi. Lakin bunu düzgün başa düşüb, düzgün anlayıb deyən kim idi? Ki, bunlar əbədi deyil, Əli radiyallahu anh. Nə dedi? Onlar bizim azmış qardaşlarımızdır. Ona görə əbədi deyirlər. Təbii ki, onların indiki təşviçilərlə nisbətdə böyük fərq var idi. Böyük. Uşaq öldürmək nədir? Qadın öldürmək nədir? Bunlar kafir deyib, malını qəsb etmək nədir? Yəni, bu şeylə tamam fərqli idi onlar ki. Bunlar nədir? Bunlar başqa cür idi. Bunlar artıq bilinmir nədir. Və həmçinin qədərilər. Qədərlər Peyğəmbər dövründə və sonra baş verənlər idi bunlar. Hətta ixtilafdır. Bəziləri qədərlər birinci çıxdı, sonra xavarişlər çıxdı. Amma Ömər radiyallahu anh dövründə qədəri inkara neynədir? Başına döydü. Başından qan çıxanda deyir, ya Ömər, Əmrəl-Müminin, başımda olan artıq çıxdı, qanla bərabər çıxdı, mən tövbə edib geri qayıtdım. Ömər radiyallahu anh nə dedi ona? Dedi, kafirsən? Xeyr. Və buradan misalları çəkməkdə hədəf, qayə, bidətçi, bidətinə görə böyük günah daşıya bilir. Hətta etdiyi bidətə görə cəhənnəmdə də yana bilər. Çünki verdiyi o fətvalar, keçdiyi o kitablar, verdiyi o dərslər öldükdən sonra ola bilər qiyamətə qədər dalından arxasından geçsin. Çünki bidət qoydu getdi axı. Fikrim çatdı. Və ona görə o yığılan o günaha görə və s. və o nə edə bilər? Əzab çəkə bilər. Əzab çəkə bilər. Amma biz nə deyirik? O əbədi cəhənnəmdə deyil. Niyə? Çünki Peyğəmbər s.ə.v bu ümməti özünə bağladı ki, mənim ümmətim bölündü. Yəni, orada qəsd olan İslam ümməti idi. Ona görə nədir? Əbədilik burada
yoxdur. Məsələn, birinci hissəsi, ikinci hissəsi və bunların içərisindən özünü İslama nisbətləndirib, lakin İslamdan adiyyəti olmayan firqələr də var. Bunlar 73-ə daxil deyil. Bunlar tövbə etməsələr, qayıtmasələr, hətta əbədi belə cəhənnəmlikdirlər. Məsələn, Ələvilər. Kimlərdir Ələvilər? Əliyə, haşa estağfurullah, ilah deyənlərdir. Ona ibadət edənlərdir. Amma özünü nəyə nisbətləndirir? İslama. Adiyyəti yoxdur. Və yaxud da qədərlərin qulatları. Hər şey, bütün qədər nədir? İnkar edənlər. Ümumiyyətlə, qədərlər haqqında çox danışmaq olar. Lakin insan bilməlidir ki, qısa bir fayda deyək, insan bilməlidir ki, özü boynuna aldı etdiyi əməllərə görə. Özü boynuna aldı. Allah Subhanahu və Teala Araf surası 172-ci ayədə, səhv eləmirəm, orada deyir ki, Allah Subhanahu və Teala Adəmin zürriyyətini, belində nədir? Zürriyyətini yaratdı. Yəni onlar yaranmamışdan öncə nəyini yaratdı? Ruhlarını. Və ruhlar da hər biri söz verdi ki, ya Rəbb, sənə ibadət edəcək. Yəni, sən özün söz verdin ki, yəni sonra qiyamət üçün deməyəcəkən ki, ya Rəbb, sən mənim qədərimə bunu yazdın, mən bunu belə elədim. Onun üçün ibadət eləmədim. Xeyr, sən özün söz verdin ibadət etməyə. Sadəcə sən özün tərk elədin. Allah Subhanahu və Teala Quran-ı Kərimi dağları nazil etsəydi, dağlar parça-parçalardı. Elə deyilmi? Həşr surəsində. Sən aciz qul, dağlara nazil olduğu halda sən niyə boynuna götürdün? Sən götürdün onu boynuna. Ki, əməl eləyəcəksən. Çünki sən söz verdin. Dağlara düşüb parça-parça olan o ayələr ki, Allahın kəlamı ki, dağ götürməyə bir şey. Allah sonra nəyi misal çəkir? Dağ. Ondan cüzlə bir şey yoxdur, yəni dünyada götürdükdə. Yəni, bir şey ki, qızılımı deyim, gümüşümü, dəmiri, hamısı ondan çıxır. Onun içərisindədir. Yəni, onu götürə bilməyən dağ, parça-parça ola biləcəyini bilən dağ ki, onu götürmədi. Sən qul onu götürdün. Niyə indi sən Rəbbinə qarşı çıxırsan? Götürməzdin, dağlara düşüb, məsələn, parça-parçalardı. Sən niyə götürdün? Sən bugün Rəbbinə qarşı çıxıb heç nə deyə bilməzsən. Heç nə qarşısında deyə bilməzsən ki, sən belə elədin, ya Rəbb, mən belə oldum. Xeyr. Sən söz verdin və sən bununla qədərləndin. Və sənin qədərin nə idi? Yazıldı. Və sən də buna razı qaldın bu qədərə. Və söz verdin. Söz verdin. Bu ayədə sən söz verdin. Və ona görə də sən inkar edərsənsə, qulat olarsansa da artıq nədir? Qədəri olaraq firqə çıxırsan nədən? 73 firqədən. Qədəri olaraq çıxırsan. Hətta bunların qulatları nədir? Dindən çıxırlar. Hətta özünü İslama nisbətləndirsə belə. Fatiməllər var. İsmaillılar var. Hansı ki İbn Teymiyyə rahiməhullah gətirir, o haqda kitab da yazır. Minhəcüs sünnə raddu alə cəhmiyyə vəl qadariyyə. Sünnənin yolu, yəni minhəci, rəddiyə cəhmiyyələri və qədəriyyələri. Və sonra orada şeyi gətirir, İsmaillardır, Fatiməllər, bunlar 73 firqədən deyirlər. Çünki elə bir firqələr var ki, hətta özünü İslama nisbətləndirir, Nəsrani ilə zərrə qədər də fərqi yoxdur. Əmələ baxsan, Nəsrani ilə fərqi yoxdur. Məsələn, Naxşibəndini götür. Cinə ibadət edir, şeytana ibadət, bilinmir nəyə ibadət edir. Amma özü nəyə bənzədir? İslama yönəldir. İslama neyini nisbətləndir. Və ona görə bu cür firqələr də var ki, bunlar nicat tapmayan nədir? Firqələrdir. Bunlar nicat tapmayan firqələrdir. Və bunların içərisindən çıxmaq üçün
Bu hədisi Şeyx gətirir ki, düzgün başa düşmək lazımdır. Bu dünyada bidətdən nicat tapmadığın halda axirətdə səni nərdən, cəhənnəmdən qurtarmaq çox çətindir. Çox çətindir. Ona görə də onun üzərində sən işləməlisən. Şeyx gətirir ki, sonra və bu cür olarsansa da, bu cür nicat tapan firqəyə Allah Subhanahu taala qiyamət gününə qədər yardım edəcək, kömək edəcək və yaxud da qiyamət gününə qədər kömək olunmuş bir firqədir. Yəni bu qərar verilir. Bu qərar verilib. Buradan bir qəşəng fayda gətirir ki, Abbara müəllif bizəlikə muvafiqə lil-hadis حيث قال النبي صلى الله عليه وسلم لا تزال طائفة من أمة على الحق ظاهرين والظاهر الانتصار لقوله تعالى فأيدنا الذين آمنوا على عدوهم فأصبحوا ظاهرين. Yani bu hadis o biri hadisə müvafiqdir. Bir tayfa hansı ki devam edəcəkdir. Mən ümmətimdən yəni zahirən haqq üzərində nədir? Davam edəcək. Hara qədər? Qiyamətə qədər və onlara nədir? Kömək olunacaq və ya kömək olunmuş bir firqə olacaqdır. O vaxtda deyir Allah Subhanahu və Teala buyurur. Biz də iman gətirənlərin düşmənlərinə qarşı gücləndirdik. Biz iman gətirənləri düşmənlərinə qarşı gücləndirdik və onları üstün gəldilər və onlar onlara nədir? Üstün gəldilər. O firqə də hansı firqədir ki, ya Allah zahirən hansı ki haqq üzərində olanlardır. Ki Allah Subhanahu taala biz onları gücləndirdik və onlar düşmənlərinə qarşı nədir? Üstünlük əldə etdilər və üstün gəldilər. Saf surəsi 14-cü ayə. Və bu da nədir? Nicat tapan firqədir. Hətta deyir Allah Subhanahu və Teala onları o qədər yardım edir, o qədər kömək edir ki, o qiyamət gününə qədər davam edən bu hansı ki firqəyə və mansurətun minər-Rabb. Birinci deyir Allah Subhanahu və Teala'nın köməyidir. Bax. Və sonra mələklərin köməyidir. Hardan çıxartdı mələklərin köməyini? Şək göstərdi Allah Subhanahu köməyi əvvəldir. Rəbbinin köməyi olmadığı halda heç kim nəsə addım ata bilməz. Və sonra deyir mələklərin. Allah Subhanahu taala İmran surəsində deyir ki, biz onlara nə deyir? Mələklərdən bir ordu Bədirdir. Əhsən. Yəni və bu cür şeylər çox olubdu. Təhcə bir dənə, o sadəcə misal bir dənə. Yəni bu cür şeylər çox. Hətta Allah Subhanahu gör, fikir ver. O firqə o qədər nicat tapan düzgün bir firqədir ki, Əhl-i-Sünnə firqəsi. Yəni Sələf Salih mənhəcində, əqidəsində olan Allah Subhanahu və Teala özü birinci yardım edir. Və sonra əmr edir nələri? Mələklər ona yardım edir. Bax, buna qurtarmır. Fikir ver. Və yansuruhə huvallahu vəl mələikətuhu. Və deyir o mələk Allah və onun mələkləri. Vəl müminun, hətta möminlər. Hansısa bir çətin şeydə olanda Allah Subhanahu eləyir ki, bir dəstə mömin gəlir kömək edir sağ. Hansısa bir ölkə yardım edir sağ. Fikir ver. Bir dənə bundan qurtarmır. Və sonra nə deyir? Hətta qad yunsal insan minəl cin. Hətta deyir o səviyyə çata bilər ki, cin belə ona kömək edir. Licbi o firqə nə deyir? Nicat tapan firqə olsun. Bunu adını çıxartdıq. Süleyman Aleyhisselama yardım olması şeyin, ifritin. Eləyim. Elə deyil mi? Yəni ki, bir dənə oturub durmağınla o şey nə idi? Gətirim, arşı gətirim. Yəni, hətta insan o dərəcədə, hətta bəzi alimlər gətirir ki, İbn Teymiyyə onlardan nədə istifadə edirdi? Yəni, o qədər o təqvada idi ki, onlardan nədə istifadə edirdi? Və ona görə də Allah Subhanahu və Allah təhcə onunla yox, mələklərlə, möminlərlə, hətta cinlərlə belə neyniyər ona? Yardım edər. və sonra nəsər gətirir. Bununla bitmir. Cin və yurhibuna aduvvə və deyir, bundan əlavə, köməkdən əlavə, hətta düşmənlərini belə cinlərlə qorxudar. Qarşısındakı düşmənlərini belə elə hallara salar ki, cinlərlə belə onları qorxudaq nədir? Qaçırdar. Yəni, bu deyir, sənin artıq nədir? Düzgün nicat tapmaq nəyindir? Yolundur. Bidətlərdən uzaq olduğun halda nədir? Cənnətini qazanmaq. Sonra gətirir ki, qiyamət saatına qədər burada kifayət eləmək. Allah Subhanahu bizə kifayət edenlərdən etsin.
Subhanakallahumma ve hamdik. Eşhedü en la ilahe illa ente. Estağfiruke ve etûbü ileyk.